Salam dəyərli izləyicilər. Bu videoda mən sizə mühasibatlıq proqramımız haqqında məlumat verəcəm. Birbaşa olaraq müştərilərin hesabları üzərində göstərmək düzgün olmadığı üçün nümunə demo hesab üzərindən göstərəcəm. Sanki bizim bir klinikamız var və biz ora üçün bir mühasibatlıq proqramı yazmışıq. Ancaq sektordan asılı olmayaraq istənilən sahə üçün hər hansısa bir mağaza üçün, şirkət üçün, hazırlıq kursu üçün, istənilən sahə üçün mühasibatlıq proqramı hazırlamaq mümkündür. Qeyd etdiyim kimi, təsəvvür edək ki, bizim bir klinikamız var və biz klinikamızın gəlirlərini, xərclərini, orada nələr baş verirsə mühasibatlıq proqramında əlavə eləmişik və orada nəzarət edirik. Əsas proqrama daxil olan kimi klinikada ümumi statistika bizi qarşılayır. Daha sonra pasiyent qeydiyyatı bölməsi qoymuşuq. Burada da həmçinin yeni pasiyentlər əlavə etmək mümkündür. Eks pasiyentləri görmək olur. Randevu sistemi vasitəsilə müxtəlif günlərdə hansı pasiyentlər yazılıb, hansı prosedurlar üçün telefon nömrələri falan hamısı orada var. Həkim siyahısında bizlə əməkdaşlıq edən həkimlərdir, onların aylıq maaşları və s. əlavə olunur. Firmaların siyahısı var, əməkdaşlıq edilən firmalardır. Ambar var, ambarda hansı mallar var, hansı mallar azalır, nələrə ehtiyac var, onları rahat görə bilirik. Daha sonra xərclər bölməmiz var burada. Hesabatı göstər vuraraq biz daha böyük, geniş bir hesabatla da tanış ola bilirik bu hissədə. Prosedurlar bölməsinə daxil olaraq isə prosedurlardır, onların qiymətləridir və s. haqqında məlumat var. Ən əsası isə ümumi statistikadan mən sizə göstərim. Bu hissədə bizim süni intellektimiz var. Süni intellekt vasitəsilə ümumi süni intellekt elə bir formada inteqrasiya olunub ki, rəqəmlərin hamısını gördüyünə görə sizə marketinqdən bağlı, biznesdən bağlı çox qəşəng məsləhətlər verir. Bununla bağlı YouTube-da ayrıca videomuz var. Onu izləməyi məsləhət görürəm. Mövlud Əhmədov YouTube kanalında süni intellekt dəstəkli fərdiləşdirilmiş mühasibatlıq proqramı. Bu videonu izləyərək süni intellekt haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Ancaq yenə də məlumat verim ki, məsələn, istənilən sahəyə yerləşdirmək olar. Biz bu proqramda bu hissəyə yerləşdirdik. İstəsəz bura chatbot kimi də gələ bilər, istəsəz bu menyuya da əlavə eləyə bilərik. Burada məsələn, salam, rəqəmlərə əsasən mənə marketinq plan yaz. Yəni istənilən formada sual verib biz cavab ala bilərik. Hətta burada əvvəlcə klinikada təşkil olunan prosedurlar üzrə ən çox tələb edilən xidmətə və həkimləri dəyərləndirə bilərik. Bu da marketinq planını hazırlayan müştərilərin tələblərinə əsaslanaraq idarəetmə strategiyasını qoya biləcəyimiz mənanı doğrular yazıbdır. Ən çox tələb olunan prosedurlar burada yazıbdır. İndi biz özümüz bunu formalite açmışdıq olmağını, amma yenə də botoksu falan orada güya çox satılmış kimi göstərmişik və bu onu müəyyənləşdirə bildi. Həkimlərin adı gəldi, marketinq planlar həmçinin yazıldı burada. Həkimlər və prosedur üzrə endirimlər tətbiq edin, müştəriləri cəlb etmək üçün özünüzə. Nəysə, çox irəliyə getməyəcəm. Qeyd etdiyim videodan izləyə bilərsiniz. Elə bir proqramdır ki, siz mühasibatlıq proqramımızı, öz sahənizə uyğun olan mühasibatlıq proqramımızı həm telefonda, həm kompüterdə, həm də planşetdə, internet olan istənilən yerdə izləyə bilirsiniz, baxa bilirsiniz, yoxlaya bilirsiniz. İstənilən sahibkar üçün isə işçi üçün ayrı bir proqram yazıla bilər. Sahibkar üçün ayrı bir proqram yazıla bilər. Əgər işçilərin bütün rəqəmləri görməyini istəmirsinizsə ki, əksəri zaten bu formada olur, istəmirlər bütün rəqəmləri görsün. Biz reception üçün və ya işçi üçün ayrıca bir admin panel yığırıq, o rəqəmləri ora daxil edirik, ümumi sistemi isə müdür özü görmüş olur. Kurs üçün bir nümunəni göstərmək istəyirəm sizə. Məsələn, kurs üçün yazılmış bir proqramdır. Gəlirlər, xərclər, kassa, bank hesabları, tələbə ödənişləri, borclar, endirimlər, hətta onlar bizdən gələn sifarişdə kitab satışda istəyirdilər. Kitab satışı bölməsi əlavə eləmişik burada. Anbardır, maaşdır, avansdır, aylıq hesabdır və bir çox bəzi detallar əlavə olunub. Bu da demo versiya kimi mən sizə göstərirəm. Qeyd elədiyim kimi, qarşı tərəfdən gələn bütün təkliflər əsasında, fikirlər əsasında proqram hazırlanır. Onların işini maksimum asanlaşdıracaq formada hazırlandıqdan sonra proqram təhvil verilir və aylıq siz proqramdan rahat bir şəkildə istifadə edə bilirsiniz. Bundan əlavə özünüzün də nəsə bir təklifiniz olarsa, həmin təklif əsasında da proqrama əlavələr edilə bilər. Suallarınız olarsa 070 402 44 84 nömrəsindən əlaqə saxlaya bilərsiniz.